Bakı Dövlət Universiteti, Medianın İnkişafı Agentliyi, Məhkəmə Hüquq Şurasının birgə təşkilatçılığı ilə Jurnalistika Fakültəsinin tələbələri üçün Azərbaycan Respublikasının Konstitusiyası, dövlət və cəmiyyət üçün əhəmiyyəti mövzusunda ustad dərsi keçirilib. Medianın İnkişafı Agentliyinin hüquq şöbəsinin müdiri Adil Tağıyev Azərbaycan Respublikasında 2025-ci ilin Konstitusiya və suvereni ilə elan edilməsini diqqət çəkərək, bu istiqamətdə medianın maarifləndirmə funksiyasının əhəmiyyətini vurğulayıb. Medianın İnkişafı Agentliyinin Müşahidə Şurasının üzvü, Jurnalistika Fakültəsinin dekanı Vüqar Əliyev qeyd edib ki, çağdaş dövrdə milli maraqların müdafiəsi və informasiya təhlükəsinin təmin olunması medianın üzərinə xüsusi vəzifələr qoyur. Daha sonra mühazirə ilə çıxış edən Xətai rayon məhkəməsinin hakimi Dosent Samirə Eyvazova bildirib ki, bu ilin Konstitusiya və suvereni ilə elan olunması dövlətçilik tariximizin daha da dərindən öyrənməsi baxımından önəmlidir. İnteraktiv formada keçirilən mühazirədə tələbələrin sualları cavablandırılıb, mövzu ilə bağlı geniş fikir mübadiləsi aparılıb. Aydan Qasımova, Zahid İbrahimov, BDU xəbər.